Azərbaycanın Eurovisionda qalib gəlməsi üçün nə etmək olar? Deyəcəklərim mənim şəxsi fikrimdir, razılaşmaya da bilərsiniz, amma mənim şəxsi fikrimi deyirəm. Birinci çox sadə bir şeydən başlamaq istəyirəm. Bu ad dəyişmək mövzusunu yığışdırın artıq. Bu keçmişdə qalmış bir şeydir. Məsəl üçün qərbləşdirilmiş bir ad verirsiniz. Bizim indiki təmsilçimiz Cəmilə xanımdır, düzdürmü? Cəmilə adı çox gözəl bir addır. Və bildiyim qədərilə Britaniyalı bir məşhur da var, adı Cəmilədir. Deyəsən Camila Cəmildir adı. Yəni ki, Cəmilə adını dəyişib Civa qoymağa ehtiyac yox idi. O insanın adını dəyişmək neqativ effekt yaradır. Nəyə görə? Çünki sanki siz sıfırdan qurma bir xarakter yaradırsınız. Elə bir ki, bir film xarakteri kimi bir şey və onu təqdim edirsiniz Avropaya. Adını dəyişmək həm də bir ifaçının tarixini dəyişmək deməkdir, onun keçmişini dəyişmək deməkdir. Mən bunun tamamilə əleyhinəyəm ad dəyişməyin. Elə qoyardınız adı olduğu kimi qalsın, Cəmilə və soyadını dəyişmərdiniz. İnsanlar qoy girib araşdırardılar Avropalılar bu xanım haqqında. Görərdilər ki, hardan başlayıb, sıfırdan başlayıb, nə bilim, o səs Azərbaycana gedib, belə insanlarda bir empatiya yaranardı. İkinci isə mahnı və aranjman çox vacibdir. Orada yazmışdılar ki, şən mahnı olmalıdır, əyləncəli mahnı olmalıdır Eurovision üçün. Mən bununla razılaşmıram. Fərq yoxdur, mahnı əyləncəli də ola bilər, sakit mahnı da ola bilər. Amma orijinal bir şey olmalıdır. Yəni ki, bizim gördüyümüz, eşitdiyimiz də ola bilər. Sadəcə qeyri-adi bir janr olmalıdır. Qeyri-adi bir insanın öz xarakterinə uyğun olan bir şey olmalıdır. Orada maraq yaradan. Hamısı sevgi haqqında olmaq məcburiyyətində deyil axı. Başqa bir şey haqqında da ola bilər. Və mən məsləhət görərdim ki, singer-songwriter, yəni ki, həm yazar, həm ifaçı olsun ki, öz hekayəsi haqqında yazsın, oxusun. Bu daha maraqlı olar. Əslində iki qardaş getmişdilər. Onların çox maraqlı bir tarixçəsi var. Onlar hansısa rayondan gəliblər, Bakıda küçədə oxuyublar. Və bu mesaj düzgün çatdırıla bilmədi Eurovisionda. Mahnılar da yaxşı deyildi əslində. Klip. Orada yazmışdılar ki, klipin heç bir önəmi yoxdur. Xeyr, mən bununla razılaşmıram. Klipin çox böyük bir önəmi var. Çünki insanlar girib həmin mahnı ilə tanış olanda klip vasitəsilə tanış olurlar da, düzdürmü? Klipi görmək ilkin fikir yaradır ki, performansı necə ola bilər. Və orada büdcə məsələsi də yazmayın, xahiş edirəm. Büdcənin incəsənətə heç bir əlaqəsi yoxdur. O qədər ağ-qara kliplər var ki, sadə kliplər var ki, çox aşağı büdcə ilə çəkilib, amma dərin mənaları var. Bu klipi çəkən adam əsl rejissor olmalıdır. Yəni əsl rejissor necə olur? Məsəl üçün, çox aşağı büdcə ilə filmlər çəkirlər, Oscar qazanırlar. Bu əsl rejissor tipli bir insan olmalıdır bu klipi çəkən. Reklam çəkənlər və s. Pop mahnılarına klip çəkən biri yox. Bu mənim şəxsi fikrim deyirəm. Bu deyəcəklərim insanlarda qıcıq yarada bilər, amma bu bir həqiqətli bir marketoloq olaraq mən həqiqəti deməliyəm sizə ki, Eurovision dinləyicilərinin, izləyicilərinin böyük bir qismi LGBT üzvləridir. Mən demirəm ki, buradan göndərdiyimiz LGBT üzvü olmalıdır. Əsla, yəni elə bir şey demirəm, əstəğfurullah. Amma ən azından o kütləyə xitab edən bir şəxs olmalıdır. Sən belə divanda oturub pivə içə-içə futbola baxan qaqaşın Eurovisionla yaxından maraqlanmır. Yaxından maraqlananlar o insanlardılar ki, onun kosmetikası ilə maraqlanır müğənnini, nə bilim, müğənninin geyimi ilə maraqlanır, fashionla maraqlanır. Bax, Eurovisionun böyük bir LGBT targeti var. Ona da xitab eləməli. Yenə deyirəm, amma mən təbliğ eləmirəm, demirəm ki, belə bir şey olsun. Sadəcə nəzərə alın ki, və sonda ən vacibi imic və mesajdır. Yenə də deyirəm, burada da büdcənin böyük olmağı vacib deyil. Sadəcə mesaj düzgün çatdırılmalıydı. Elə bir müğənni seçin ki, lazımdır lap belə küçədə ifa edən olsun, lazımdır lap belə nə bilim, heç tanınmamış olsun. Amma onun bir hekayəsi olsun və onun bir mesajı olsun və insanlarda maraq yaratsın bu. Baxın, 2 dəfə qalib gələn Lorin nəyə görə 2 dəfə qalib gəldi? Bu mənim şəxsi fikrimdir ki, onun imicinə görə, onun mesajlarına görə, onun özünə məxsus bir fikri olduğuna görə, onun xarakteri olmalıdır. Ki, insanlar mahnıya maraq duymasalar belə, ən azından onun görünüşünə, imicinə və onun mesajlarına, xarakterinə maraq duyaraq dinləsinlər. Mənim fikirlərim bunlardır, razılaşmaya da bilərsiniz. Rəylərdə fikirlərinizi yazın.